Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcərdə yeni masivdə marşrutlardan təxminən 400-500 metr məsafədə demək, 1.8 sotun içində şəxsi inşa olunmuş bir həyət evində satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, bax bu ev gördüyünüz kimi kürsüsü 7-8 daş kürsüdə inşa olunub. Bura həyət yanı sahəsidir. Gördüyünüz kimi həyətinə ağlaya daşlar düzlənib, drapları qoyulub, giriş darvazası qoyulub. Gördüyünüz kimi rahat maşın həyətinə daxil olur. Buradan daxil oluruq evin içinə. Həyət yanı sahəsi hardasa 70-80 kvadrat olar. Bir sota yaxındır. Təxmini ölçü deyirəm. Az fərq eləyər, hörmətli izləyicilər. Gördüyünüz kimi də bura həyət yanı sahəsidir. Buradan daxil oluruq evin içinə. Bu hissəsi də balkon hissəsidir. Gördüyünüz kimi də üstü də bağlı. Buradan keçirik evin dəhlizinə. Hörmətli izləyicilər, dəhlizi darda olsa, yəni otaqlarına ev sahibi genişlik verib. Gördüyünüz kimi bura mətbəx hissəsidir. Mətbəx hissəsi təxmini hardasa 14-15 kvadrat olar. Bütün evlərdə olduğu kimi kombidir, mətbəxdir. Hamısı evin içində qalır. Bura sanuzel hissəsidir. Sanuzel hissəsi gördüyünüz kimi təmir vəziyyətdədir. Keçdik buradan sol tərəfdə qonaq otağıdır. Demək, qonaq otağı təxminən hardasa 4-ün 6-yadır, 24 kvadrat olar. 4-dən çoxdur dajeni, 450 zad olar. Gördüyün, eni də çoxdur. Ev sahibi otaqlara üstünlük verib, bunu nəzərinizə çatdırın. Demək, qonaq otağından da qonaq otağında bir dənə yataq otağı açılır. Hardasa 14-15 kvadrat olar. Təxmini ölçü deyirəm. Bax belə, gördüyünüz kimi 14-15 kvadratlıq bir yataq otağıdır. Buradan keçirik yenə bir yataq otağı. 3 otaqlıdır, hörmətli izləyicilər. Bunu nəzərdə çatdırın. Burada da 4-ün 5-ə bir yataq otağıdır. Otaqlar genişdir. Ev sahibi otaqlara çox üstünlük verib genişliyinə görə, hörmətli izləyicilər. Demək, buradan da keçirik. Bu evin arxasında belə göstərim. Arxası da açıqdır. Ev tam havalanmaya uyğundur. Bax, görürsünüz. Bu da arxa hissəsidir. Yəni, açıqdır. Evin arxa tərəfləri də hamısı açıqdır. Hörmətli izləyicilər, kimlərsə evin satmaq istəyirsə, 055-389-3808 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. Demək, Seçal Əmlak adı ilə YouTube'da, TikTok'da, Instagram'da evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları yaddan götürmək, yaddan çıxmasın. Evin qiyməti də 75.000 staf qiymətdir. Hörmətli izləyicilər, bunu nəzərinizə çatdırım ki, ev sahibi saat 6-dan sonra evdə olur. Bunu nəzərinizə çatdırım. Bu evə baxmaq istəyən 6-dan sonra baxa bilər. Bunu da nəzərdə çatdırım. İşdə olurlar. Axşamüstü ilə bir işdən çıxıb 6-dan sonra evdə olurlar. Sona qədər izlədiyi üçün də təşəkkür edir, hörmətli izləyicilər. Yenə qeyd edirəm, 75.000 start qiymət. Real azda olsa endirmə ev sahibi ilə danışacaqsınız. Sona qədər də izləməyi unutmayın. Abunə olmağı unutmayın. Allah ev olmayanlara da gözəl evlər qismət eləsin.